Öncəsində bu əməliyyatı elətdirmişdim. Amma bu qədər rahat olmamışdı mənim üçün. Həqiqətən çox yaxşı oldu, çox özümü yaxşı hiss edirəm. Hətta mamam o qədər təşəkkür elədi ki, doktoru görəndə ona dərin təşəkkürümü bildir. Dedim, yaxşı Can, deyəcəm. bu arada mənim bu gözəliyim həm Bartalin vəzn təkrar residivindən əməliyyat olub bizə, həm də estetik ginekoloji əməliyyatlar olubdu, yıllar yoxu da. Mənə deyirdi ki, doktor, mən çox həssasam, hocam, nəticə bilmirəm. Bartalinlə mənə bir yerdə deyiblər, əgər bu əməliyyat eləsəz, əyri olacaq. Necə çıxdı nəticə? Super, həqiqətən. Mən sənə nə dedim? Dedim ki, bizləri... Əl-yüngüldür, hər şey bir yana qalsın çıxmaqda. İnsan özünü necə gözəl hiss edə bilər, yəni. Can, maşallah. Vallahi deyirəm, tərif deyil la bu, yəni, heç bir tərif deyil. O qədər özümü pis edirdim ki, birinci əməliyyatda, yəni, şoka düşdüm da, yəni. Can. Durdum, gəzdim, yeməyimi özüm pişirdim, hətta düşdüm özümə aşağıdan şeylər aldım. Ben sana demişim bizim əməliyyatlar ideal olacak. Korkma. Birinciden korkmuştum. Həmişə sağlam ol, gözəllik üçün gəl.